Sən də Green Card qeydiyyatı gözləyirsən. Axşamınız xeyir olsun, əziz YouTube kanalımın abunəçiləri və məni izləyən hər bir kəs. Bu gün sizə 2025-ci ilin oktyabr ayında baş tutacaq Green Card qeydiyyatının niyə baş tutmadığının əsaslı səbəbini izah eləyəcəm. Deməli, hər il oktyabr ayının 1-dən, yəni ilk həftəsindən ta noyabrın ilk həftəsinə qədər olan Green Card qeydiyyatı bu il baş tutmadı. Niyə? Əsas səbəbi isə shutdown idi. Hamı ağzında danışır ki, shutdown, amma bu shutdown nədir? Gəlin onu sizə Ceyhun izah eləsin. Hər il oktyabr ayının 1-i növbəti il üçün Amerika Birləşmiş Ştatlarında maliyyə planı hazırlanır və təqdim olunur. Oktyabr ayında isə bu təsdiqlənməlidir. Yəni, respublikaçılar və demokratlar tərəfindən. Bu il isə bu baş tutmadı. Çünki Trump administrasiyası sosial müavinatları qocalara və əlillərə verilən müavinatları azaldıb. Ümumiyyətlə, sosial müavinatların çoxunu kəsib, bəzi qurumlara maliyyə dəstəyi verməyi də dayandırmışdı. Bunu demokratlar dəstəkləmədiyi üçün hökumət məcburi shutdowna gedibdi. Amerika Birləşmiş Ştatlarında shutdown 20 dəfədən çox olmuşdur. Ən uzun müddəti isə 35 gün olub. Mən öz təcrübəmə, öz düşüncəmə uyğun olaraq sizə deyirəm ki, bu shutdown tarixin ən uzun shutdownu ola bilər. Bəli, 35 gün üzəri çəkə bilər. Green Card proqramını dövlət maliyyələşdirdiyi üçün shutdownda da bu proqram maliyyələşdirilmir. Ona görə siz artıq Green Carddan qeydiyyatdan keçə bilmirsiniz. 35 gün üzəri olarsa necə olacaq? 35 gün üzəri düşündüyümüz kimi Green Card qeydiyyatının son 2 günü və yaxud da Green Card qeydiyyatından da o tərəfə keçəcək. Yəni nəzərdə tutulmuş tarix müddətindən də o tərəfə keçəcəyi üçün birinci ehtimal ola bilər ki, ümumiyyətlə bu il Green Card qeydiyyatı olmasın. Bəli, ola bilər. İkinci ehtimal o ola bilər ki, 35 gün, yəni o tarixin ən böyük shutdownundan sonra, misal üçün 40 gün oldu, sizin artıq Green Card qeydiyyatı üçün vaxtınız qalmadı. Belə bir təklif ola bilər ki, bu da mənim düşüncələrimə uyğundur. Yəni mən də belə fikirləşirəm ki, ola bilər, bəli. Misal üçün noyabr ayından dekabr ayına qədər olsun qeydiyyat, bu da ola bilər. Amma buna tam çox inanmıram, nə yalan deyim. Ona inanıram ki, Trump administrasiyası hal-hazırda immigrantların ölkəyə gəlməyini necə tərəfində deyilsə, Green Card'ın da qarşısını almağa çalışacaqlar. İnşallah ki, elə olmaz. Çünki bu il nə qədər insan tanıyıram ki, ümidini bağlayıb ki, qaqa, bu ildə qeydiyyatdan keçib udacam. Tam ümidinizi də Green Card'a bağlamayın deyərdim. Açılacağı ilə bağlı hələ bir dəqiq bir məlumat yoxdur. Hələ heç bir dəqiq məlumat yoxdur. Bəzi şou xarakterli və yaxud da reytinq xətrinə hərə bir söz danışır ki, bugün açılacaq, sabah açılacaq. Gah dedilər 7 oktyabrda, gah dedilər 16 oktyabrda, amma bugün 18 oktyabrda mən bu videonu çəkirəm, yəqin ki 20-si falan da paylaşaram. İnanıram ki, hələ 20-sinə qədər də qeydiyyat açılmayacaq. Arzulamıram, bəli, amma inanıram, üzürlü sayasız. Siz bu halda nə etməlisiniz? Hər halda bütün vəziyyətlərə hazır olmalısınız. Şəklinizi indidən çəkdirin, pasportunuz əlinizdə olsun. Düşünməyin ki, bu il pasport qeydiyyatı yoxdur. Ola bilər ani bir qərar da çıxardarlar ki, okey, biz bunu əlavə eləyirik, bu il xarici pasport olan gəlsin. Bu da normaldır. Əgər sən Amerikaya gəlmək istəyirsənsə, mütləq surətdə sənin bir pasportun olmalıdır. Green Card qeydiyyatından niyə keçə bilmədiyimiz haqqında mənim fikirlərim bu qədər. Sən də öz fikrini rəy bölməsində yaz, bir balaca fikir mübadiləsi aparaq. Özünüzdən müğayət olun, növbəti videolarda görüşərik. Kanalıma abunə olub videoları bəyənib mənə də dəstək olmağı unutmayın. Hələlik.